Bəzi adamlar ortaya çıxıb deyir ki, bu bizim tariximizdir. Əlbəttə tarixdir, başa düşürük, amma qanlı tarixdir. Əgər siz tarixdən danışırsınızsa, o məntiqlə onda Ermənistanın işğalı altında olan Qarabağın da özünə görə bir bayrağı vardı, o belə əski parçası. Onda onu da götürün başınızın üstünə qaldırın, deyin ki, bu tarixdir. Tarixdir mi o? Sənin ölkəni işğal ediblər. Sənin millətini soyqırıma uğradıblar. Sənin dövlətçiliyini yox ediblər və gətirib başının üstünə bir bayraq dikiblər. Sən də aradan bu qədər müddət keçib, biz artıq 34 ildir müstəqilik, gətir o bayrağı qaldır, de ki, bu tarixdir. Tarixdir mi bu? Bu bizə sığınan tarixdir. Bu bizim milli tariximiz deyil ki. Bu bizim könüllü tariximiz deyil ki. Və özü də sən elə bir dövrdə bunu et ki, Azərbaycan prezidenti bütün dünyanın gözü qarşısında demonstrativ şəkildə Moskvadakı parada getmir. Yəni sənin dövlətinin mövqeyi budur, liderinin mövqeyi budur. Sən də demonstrativ şəkildə get, imişli özü də ağla gəlməyəcək bir rayonda bu cür tədbirlər keçir, Rus bayrağını, Sovet bayrağını başının üstünə qaldır, o Georgi lentini yaxana tax, ateşfəşanlıq elə, bayram elə və durub həyasızcasına deyir ki, bu bizim tariximizdir. Nə tarixi? O Georgi lenti məhz Rusiya imperiyasının türklərə qarşı zülümlərinin nəticəsində təsis edilib. İkinci Yekaterina Rusiya çariçası. Məhz türklərə qarşı törədilən əməllər, yəni müharibələrdə türklərə qarşı soyqırımların o dırnaq arası qəhrəmanları üçün təsis edilib bu. Sən necə onu yaxana taxıb gəzə bilərsən? Ondan savayı Rus çarlığı dağılıb, yerində Sovet İttifaqı qurulub və Sovet İttifaqı da həmin o Georgi lentinə vətəndaşlıq verib. Onu ayaqda tutub yaşadıb və bugün də yaşadır. Və belə bir şəraitdə sən dur, de ki, bu tariximizin bir parçasıdır. Ümumiyyətlə mən düşünürəm ki, hələ bu adam özü də Yeni Azərbaycan Partiyasının üzvüdür. Sıradan birisi deyilmiş. Evet. Yəni siyasi mənsubiyyəti var. Bu bizi iki qat daha çox düşündürür Bəli. və bu istiqamətdə mübarizə aparmağa Çünki İlham Əliyev iktidarın içərisində ola bilər, müxalifətdə, həm mediada Prezident İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının sədridir. O partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanın bugünkü üç rəngli bayrağına vətəndaşlıq vermiş adamdır. Yəni Naxçıvanda rəhbərlikdə olanda hələ Azərbaycan Respublikası Bakıda o bayrağı rəsmiləşdirməmişdi. Heydər Əliyev həmin bayrağı rəsmiləşdirmiş adamdır. Ki Xalq Cümhuriyyətinin bayrağı atributu olaraq biz bunu Sovet İttifaqının o qalmış bayrağını götürüb yerinə o bayrağı asmış adamdır. Yəni hələ bu 35 il qabaq bu işi görmüş Heydər Əliyevin ruhuna sən hörmətsizlik edirsən. Bugün Azərbaycanın üç rəngli bayrağını dünyanın hər tərəfində qürurla dalğalandıran Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Başkomandan Moskvaya belə meydan oxuyan İlham Əliyevə hörmətsizlik edirsən. Sən bu cürəti, cəsarəti hardan alırsan? Ona görə düşünürəm ki, Azərbaycanın müvafiq qurumları bu məsələni belə qoymamalıdır. Ağsaqqallar Şurasından çıxardıq filan. Onunla iş bitməməlidir. Bu adam araşdırılmalıdır. Mən indi bu son günlərdə bu mediada yayılan, ümumiyyətlə sosial mediada qarşıma çıxan o məlumatlara baxıram. Bunun bir ucu Moskvaya bağlıdır. Birbaşa bu adam Moskvaya bağlıdır. Bunun hansısa agentura şəbəkəsində olmadığını deyə bilmərik. Özü də hansı hadisələrin fonunda baş verir? Dediyim kimi Prezident İlham Əliyev Moskvaya getmir demonstrativ şəkildə. Bu adam götürüb imişli kimi ümumiyyətlə bu məsələlərdə adı alınmayacaq bir rayonda görün nələrlə məşğuldur. Oranın icra başçısı nəyə baxırdı? Nətər olur rayonda o boyda tədbir keçirirlər. Hələ məlumat da gəlir ki, bu adam Bakıdan Rus icmasının nümayəndələrini aparıb orada. Rusça konsert verir orada. İndi 9 may qələbə günü, faşizm üzərində qələbə günü. Rəsmi şəkildə Azərbaycanda qeyd olunur, başa düşürük. Amma dövlət tədbirləri keçirilmədi axı. Yəni bir tapşırıq verilməyib axı ki, geniş belə tədbirlər keçirilsin. Sən bu nə təşəbbüsdür edirsən? Edərkən bu təşəbbüsü rayon icra hakimiyyətindən icazə almısanmı? Razılaşdırmısanmı? Razılaşdırmısansa icra hakimiyyətinin başçısı cavab verməlidir. Dövlətin zirvəsi bunu etmədiyi halda sən niyə etmirsən? İkincisi, icazəsiz edirsənsə, o rayonun polisi, DTX-sı, icra hakimiyyəti hara baxırdı? Necə olur axı? Bunlar bu qədər adamı toplayıb başlarına bu cür
Bize zidd olan bir imperiyanın bayrağını başları üzerine kaldırarak tedbir geçirirler. Siz hara bakırdınız? Niye bırakmışsınız bu boşluğu? Cevap verməlidir herkes. Ve bu adamın özüyle bağlı da ciddi araştırma aparılmalıdır. Ve ümumiyyətlə bu sualın sonuna gəlirəm ki, 9 may faşizm üzerinde qələbə günü ilə bağlı məsələyə yenidən baxılmalıdır. Azərbaycan Respublikasında. Niye? Çünkü 2. Dünya Müharibəsi başlayıb 1 sentyabr 1939-cu ildə. Evet. Yani bu 41-45 müharibəsi değil. Bu bitib 2 sentyabr 1945-ci ildə. Yani 9 mayda bitməyib bu müharibə. Ondan savayı mən həmişə demişəm, əgər biz Rusiya tərəfindən işğal edilməsəydik, SSR tərkibində olmasaydıq, Hitler Almanyasının bizimle işi yok idi. Bir güllə belə atılmayacaktı bura. Zaten de atılmır diye düzdür, indi gəlib çıxa bilməmişdilər. Amma müqayisə üçün deyirəm. Qardaş Türkiye'ye Hitler Almanyası bircə dənə güllə attı mı o müharibədə? Bütün dünya karşı karşıyaydı. Hitler koalisiyası bir tarafta, anti-Hitler koalisiyası bir tarafta. Kardeş Türkiye'ye bircə dənə güllə atıldı mı? Atılmadı. Bax, biz de müstəqil olsaydıq. Könüllü şəkildə yox, məcbur qalıb müharibənin Bəli, biz de müstəqil olsaydıq, Hitlerin, faşistlerin bizimle işi yok idi. Ümumiyyətlə Hitlerin Türk milletiyle işi yok idi. Ve biz mecburiyet karşısında SSR'nin terkibinde Rusya'nın işgali altında olduğumuza göre bizi muharebeye aparırlar. Bizim insanlarımız da kaçabilmezdiler çünkü o devletin vatandaşıydılar ve gedib muharebede iştirak ediblər. SSR'nin tanklarının, toplarının, her cür texnikasının yanacağının 80-90%'ni Bakı təmin edib. Niye mesela Sovetlerin ağlına gelmedi, Rusların ağlına gelmedi ki Bakıya qəhrəman şəhər adı verilsin? İndi demirəm, indi lazım değil. Biz başka devletlerik. Ama o devletin işgali altındaydık da necə olur ki başka şəhərlərə qəhrəman şəhər adı verilir? Bakıya verilmir. Ondan savayı Rusya'nın içərilərindən, yani o işgal altındaki torpaqlardan 10 minlərlə Rus milletine mensup insan getirildi Bakıda, onlara sığınacaq verildi. Yetim uşaqlara baxıldı burada, Azərbaycanda. Azərbaycan onlara sahiplendi, Azərbaycanlılar onları sahiplendi. Tek biz yok. Orta Asya'daki, Türkistan'daki Türk devletleri de eynisini ettiler. Milyonlarla Rus'a sahiplendiler. Bugün ne görürük? Ruslar nankörlük, nadanlıq edir. Elə bu 9 may günlərində Qazaxıstanda karşımıza görüntüler çıxır. Qazaxlar Qazax bayrağı ilə çıxıblar, Qazaxıstan bayrağı ilə. Ruslar etiraz edir ki bu bayraqla niye çıxmışsınız bura? Qazaxıstanda iki. Özbekistan'da Özbekistan'ın bayrağıyla çıkıp kardeşlerimiz. 9 mayda. Ruslar etiraz edir ki bu bayrağı niye kaldırırsınız başınızın üstüne? Tahribat edirsiniz deyir. Özbekistan'da ne bayrak kaldırılmalıdır? Kazakistan'da kimin bayrağı dalgalanmalıdır? Görün ne kadar heyasız bir tayfadır bunlar. Ne kadar heyvere bir tayfadır bunlar. Ve Azerbaycan'da da durup adına Ağsaqqal deyilen birisi çıkıp onların maşalığını edir. Onların eline oynuyor. Onun çarası olsaydı, bu adı neydi kişinin? Salih Səmədov. Çarası olsaydı o üç renkli bayrağımızı orada yasaklayardı o. Zaten deyip de, indi sizde de ben açıklamanı gördüm ki, der niye Türkiye bayrağına itiraz etmiş? Evet. Senin bir yerine mi battı o Türk bayrağı? Gözüne mi girdi Türk bayrağı? Allah'ın bədbəxti Türkiye bugün bizim təminatımızdır, garantımızdır. Azərbaycan dövləti balaca bir dövlətdir. Biz ona göre Rusya ile de çilingağacı oynayabilirik. İranla da çilingağacı oynayabilirik. Avropa ile de, Qərblə də davadalaş eləyə Hindistanın da üstüne gedebilirik. Çünkü qıraqdan baxan deyir ki bu Azerbaycan tek değil. Bunun daha bir dövləti var, Türkiye dövləti. O dövlət bizimdir. Xarici dövlət değil o. Ne olsun pasportumuz ayrıdır. Ne olsun sərhədimiz ayrıdır. O, mən Azərbaycanlının, bir Azərbaycanlı olaraq mən Azər Əsrətin Azərbaycan dövləti qədər mənim dövlətimdir o. Eyni duyğunu Qazaxıstan, Qırğızstan, Özbekistan, Türkmenistanla yaşayıram. Düzdür, orada proses biraz gecikir. Yavaş hərəkət edirlər, amma o da bitəcək, o da olacaq. Yəni eyni millət olmanın duyğusu içindəyəm mən.